Küləkli hava şəraiti ilə bağlı baş vermiş hadisə nəticəsində bir nəfər xəsarət alıb. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Nazirliyin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaq daxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub. Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Azərbaycan Baş Prokurorluğunun veteranı, ədliyyə müşaviri Füzuli Musayev vəfat edib. Şimal News xəbər verir ki, uzun illər prokurorluq orqanlarında işləmiş məmur yaşadığı evdə ürək tutma nəticəsində ölüb. 1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlayan Musayev, Daşkəsən, Samux və Tovuz rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Zaqatala rayon prokurorluğunda isə prokuror müavini vəzifəsində işləyib. Ötən gün Gürcüstanda Azərbaycanlı gənc güllələnib. Gürcüstan mətbuatı xəbər verir ki, hadisə 22:30 radələrindən Marneolu bələdiyyəsinin Candar kəndində baş verib. 31 yaşlı Rahib Abdullayev gecə saatlarında yaşadıkları məhəllədə tanışı tərəfindən pnevmatik tapancadan açılan atəşlə ağır xəsarət alıb. Bildirilib ki, hadisə vaxtı 3 dəfə atəş açılıb. Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb. O dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağırdır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 2 nəfəri cəryan vuraraq öldürüb. Dünən Astara rayon Kijəbə qəsəbə sakini 36 yaşlı Babək Meybəli Baxşiyev kəndin ərazisində elektrik dirəyində təmir işləri görərkən elektrik cəryanı vurması nəticəsində ölüb. Bundan başqa, Xaçmaz rayon Xudat kənd sakini 49 yaşlı Zakir Mühəddin Rəcəbovun idarə etdiyi Belarus markalı 90 M994 nömrəli traktorun tüstü borusu əkin sahəsinin üzərindən keçən elektrik naqilinə dəyib və cəryan vurması nəticəsində ölüb. Qarabağ Suvarma kanalının Ağcabədi rayonundan aşağı Afşar kəndindən keçən hissəsində bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin qüvvələri axtarışlara cəlb olunub. Hazırda vətəndaş 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruzoğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir. Ağcabədinin Qaraxanlı kəndində ölümlə nəticələnən bədbəxt hadisə olub. 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb. Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Fariz Rızayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb və Fariz Rızayev xəstəxanada ölüb.